Xırdalan şəhərinin hündür quru bir ərazisində şəxsi istifadə üçün nəzərdə tutulmuş, yəni görülən işləri görən zaman düzdür deyəcəksiniz, makrel evidir, amma şəxsi istifadə üçün nəzərdə tutulub, sifarişlə tikilmiş bir evdir. Belə bir gözəl həyət evi təqdim edirəm sizlərə. Sənəd paket kupçadır. Rahatlıqla avtomobil daxil edə bilirsiniz, qaraj isə əslində ev sahibi yaşayış kimi istifadə edir. Böyük bir darvazası var. 3 mərtəbə qeyd olunub sənəddə. Sənəd kupça çıxarışdır. Torpağın və evin kupçası var. Birinci mərtəbə ümumilikdə isti döşəmədir. Sanuzel qovşağı var birinci mərtəbədə. Bu hissəyə mətbəx kimi də istifadə edə bilirsiniz. Oturmaq kimi də istifadə edə bilirsiniz. Maşın da sala bilirsiniz. Burada da belə bir mətbəx mebeli falan quraşdırılıb. Hamısı baxın bu şəkildə. Tam əşyalı satılır evimiz. Bəzi elektrik avadanlıqla götürəcək, kondisioner ham qalacaq. Qalxırıq evimizin birinci mərtəbəni təqdim etdim. İkinci və üçüncü mərtəbəsini təqdim edəcəm sizlərə. Olduq evimizin daha doğrusu ikinci mərtəbəsinə. Belə bir dəhlizdir. Evdə istilik sistemi kombi sistemidir. Ev sahibi sadəcə belə bir peç də yerləşdirib ki, daha istilik effekti yüksək olduğu üçün. Dörd bir tərəf kamera ilə əhatə olunub, yəni rahatlıqla baxa bilirsiniz həyətə. Burada yerləşir qonaq otağımız. Tam əşyalı, bəzi elektrik avadanlıqları. Kondisionerlər hər biri qalır, digər elektrik avadanlıqları götürülür. Qiymət əla bir qiymətdir bugünkü gün üçün. Əşyalı köç yaşa ev əldə etmək üçün. Buradan isə ikinci mərtəbəyə qalxan pilləkəndir. Üçüncü mərtəbəyə daha doğrusu. İkinci mərtəbənin sanuzel qovşağıdır, tam aksesuarlı. Birləşir evimizin mətbəx hissəsi. Bahalı mətbəx mebeli quraşdırılıb, gözəl, səliqəli şəkildə. Evimiz tam olaraq qoşadaşdır. İstilik sistemi kombi sistemdir. İndi isə sizə təqdim edəcəm 3-cü mərtəbədə yerləşən 3 yataq otağı və sanuzel qovşağını. Son olaraq 3-cü mərtəbəni sizlərə təqdim edirəm, dəyərli izləyicilər. Birinci mərtəbə ilə ikinci mərtəbənin ara kəsməsi monolit beton. İkinci mərtəbənin üçüncü mərtəbənin ara kəsməsi isə monolit beton deyil. Kəməri var. 3 mərtəbə 5 otaq kimi bunu hesablaya bilirik rahatlıqla, çünki aşağıda da yaşayış sahəsi var. 2 mərtəbədə isə 4 otaq yerləşir. Bu da yataq otaqlarımızdır. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Sənəd paket kupçadır. Torpağın və evin kupçası hazır əldədir.